Biz indi U dönüşlerini yerinə yetirməyi öyrənirik. Bax, yuxarıda tabloda göstərilib sol zolaq, yəni hal-hazırda bizim hərəkət etdiyimiz zolaq U dönüş üçün, yəni geriyə dönmə zolağıdır. U dönüş üçün nəzərdə tutulan zolaqdır. Sola dönmə siqnalımızı yandırırıq, qazdan ayağımızı götürürük. Bir dəfəyə bu əməliyyatı yerinə yetirə bilmək üçün ilk öncə sağımızdakı bu xəttə yaxın gedirik. Təbii ki, xətti ötüb keçməmək şərti ilə. Daha sonra güzgümüz bax bu bardurun ucuna çatsın. İndi axıra qədər çevir rolu. Sağdan narahat olma. İndi qaytar yavaş-yavaş. Artır sürəti. Düşdükmü yenə də sol zolağa. Yəni əslində təhlükəsizliyimizi təmin etmək üçün bəli sağa da diqqət etməli. O bir başqa məqamdır. Mən işin praktikasını sənə izah edirəm. Biz bu əməliyyatı sərbəst şəkildə yerinə yetirməyi öyrəndikdən sonra təbii ki, yoxlanış aparmalıyıq. Baxmayaraq ki, bu zolaq dönməzdən əvvəl və dönəndən sonra geriyə dönənlərə aid olan zolaqdır. Olar ki, kimsə qaydanı pozsun, məsələ bu zolağa daxil olub düz gəlsin. O qədər hallar olur ki, hətta ortada o ayrıcı bardur ki var ha, o bardurun üstündən keçib əks zolağa çıxıb qəza törədən sürücülər olur. Yəni, istənilən halda təhlükəsizliyimizi təmin etməliyik. Elə bilmədə ora baxmaq diqqətimdən yayınır, ya sən onu aşılamıram, zamanı var. Və niyə biz bu əməliyyatı yerinə yetirərkən sağımızdakı xəttə çox yaxın getməliyik? Biraz əyləc vuraq. Çünki biz sola dönərkən axı solumuzdakı bardura dəymə ehtimalımız var. O bardurla böyür məsafəmizi çoxaltmaq üçün. Artır sürəti qızım, artır. Biz yəni bu şəkildə, yəni sola yaxın getsək, dönərkən böyrümüzü o bardura çırpacaq. Ona görə mümkün qədər sağa yaxın gedirik. Sağa yaxın gedəndə, misal olaraq bu şəkildə. Solumuzdakı bardurla bax, ən az 1 metr yan məsafəsi varmı? 1 metr yan məsafəsi varsa, necə döngə olur bu Günay? Dar döngə. Dar döngələrdə nə zaman dönürdük Günay? Aha, nə qədər döndərirdik? Sona qədər. Yadındadır, ilkin dərslərdə öyrəndiyimiz tapşırıqdır. O düstur üzərindən hərəkət edirik. Buyur, sola dönmə siqnalımızı yandır. Mənəm deyən kişi sürücülər var, bəy sürücülər. Buranı bir udara dönə bilmirlər. Yəni, ya tez dönür böyrünü ora vurur, ya gec dönür, çıxır gələnin yoluna, gələnə yol verməyə məcbur qalır. Ancaq diqqət elə ki, xətti tapdalayıb sağa keçməyəsən. Bax. Baxaq indi. Hələ get. İndi axıra qədər çevir. Sağa da bax. Yoxdur ki, yolun... Aha. Artır sürəti. Artır bizim. Bax belə. Aydın oldu. Məqamı, düsturu, praktiki qaydası budur. Ancaq bunu çoxlu biz belə deyim də təkrar eləməliyik ki, bu səndə adiləşsin, vərdiş halına gəlsin. Bir şey də izah eləyim, bir şeyə də toxunum. Burada sol zolaq, bəli, geriyə dönənlər üçün nəzərdə tutulub, məxsusi zolaqdır. Artır sürəti. Ancaq hər tərəfdə belə olmur. Misal üçün, Ziya Bünyadov prospektində olan U dönüşlərində sən dayanmalısan, sağdan gələnə yol verməlisən, sağdan gələn yoxdursa keçməlisən. Və yaxud da işıqforla tənzimlənən yol ayrıcıları ki var, o tip yollarda da misal üçün sola dönmək üçün əlavə bölmənin yanmasını gözləməlisən, yaxud U dönüşü eləmək üçün. Qarşıdakı işıqforu indidən gör, indidən nəzarətdə saxla. Yəni, mümkün olduğu qədər uzağa və geniş bax. Bir nöqtəyə fokuslanma, qısa baxışlarla hər tərəfi nəzarətdə saxla.